Bugün bir çoxlarınıza qaranlıq qalan, bir çoxlarınızın cavab tapmaqda çətinlik çəkdiyi və hətta mən deyərdim bir çoxlarınızın qınandığı bir mövzuya toxunaraq aydınlıq gətirmək istəyirəm. Mövzu öyrənmə müddətimizlə bağlı olan bir mövzudur. Hansı şəxslər avtomobil idarə etməyi daha tez mənimsəyir, hansı şəxslər avtomobil idarə etməyi daha gec mənimsəyir, xanım və bəy tələbələr arasında öyrənmə müddəti ilə bağlı hər hansısa bir fərq varmı? Varsa bu fərqlər hansılardır və bu fərqlərin səbəbi nələrdir? Baxın, bu mövzuya toxunaraq ətraflı sizlərə ədalətli bir izah verməyə çalışacağım. Lakin əsas mövzunu bir qədər kənara qoyub bir başqa mövzuya toxunmaq istəyirəm. Öncədən bildirmək istəyirəm. Video uzun bir video olacaq. Videoya baxmağa, sona qədər izləməyə səbri çatmayan insanlar bu başdan videonu ötürsünlər. Bunu nəyə görə təklif edirəm, səsləndirirəm bu fikri? Mən bu uzun-uzadı videoları bilərək çəkirəm əzizlərim. Düşünməyin ki, müəllimin sosial şəbəkələrin alqoritmindən xəbəri yoxdur və yaxud da müəllim başa düşə bilmir ki, əksər insanların uzun-uzadı videoları izləməyə səbri çatmır. Mən bunları çox gözəl bilən birisiyəm. Və bu videoları bilinçli şəkildə uzun-uzadı çəkərək sizlərlə paylaşıram. Baxın, burada məqsədim sizlərin düzgün maariflənməsidir. Zaten mən bu dərsi tələbəyə keçirəm və müəyyən bir məvacib qarşılığında keçirəm. Lakin mən bu videoları sizlərlə paylaşanda məni düzgün anlayın, nəyəsə xatir paylaşmıram. Sizlərin maariflənməsi üçün paylaşıram bu videoları. Və düşüncəm də budur ki, bugünkü gün 10 dəqiqə, 20 dəqiqə, hətta yarım saat, 1 saatlıq özünə lazım olan, yəni sizlərə lazım olan bilgiləri izləməyə səbri çatmayan bir şəxsin sabahsı gün şəhər yollarında avtomobil idarə etməyə səbri çatmaz. O şəxslər videonu ötürsə yaxşıdır. Və o şəxslərdən mənə də tələb olmaz. Hansı ki, mən tələbəyə A-dan Z-yə hər şeyi səbirlə, təmkinlə izah edirəm, öyrədirəm və izah etməklə də, öyrətməklə də yetinmirəm. Onu tələbədən təhvil almamış əl çəkmirəm. Bu mənim iş prinsipimdir, xarakterimdir, xislətimdə olan bir xüsusiyyətdir. Demək ki, bugünkü gün 10, 20, yarım saatlıq hər hansısa bir müddətli, uzun-uzadı bir videonu yorucu deyə qiymətləndirib səbri çatmayan bir insanın, dediyim kimi, sabahsı gün avtomobil idarə etməyi də öyrənməyə səbri çatmayacaq, şəhər yollarında qaydalara uyğun mədəni bir şəkildə avtomobil idarə etməyə də səbri çatmayacaq. Ona görə o insanların videonu izləməməsi daha yaxşıdır deyə düşünürəm. Ola bilər bu səsləndirdiyim fikir bir qədər itici ola bilər, ancaq mən sizlərlə tam səmimi fikirlərimi bölüşürəm. Kimlər avtomobil idarə etməyi gec, kimlər avtomobil idarə etməyi daha tez mənimsəyir? İlk öncə peşələrdən başlamaq istəyirəm və sizlərlə bölüşdüyüm bu bilgilər sırf öz təcrübəmə əsaslanaraq sizlərə verdiyim bilgilərdir. Mən uşaqlıqdan avtomobil idarə edirəm, yəni idarə edə gəlirəm və illərdir ki, təlimçi kimi fəaliyyət göstərirəm. Bu illər ərzində nə qədər insanlara avtomobil idarə etməyə, öyrətməyə çalışmışam, nə qədər effektiv olub, nə qədər olmayıb, bu bir başqa məsələ. Öyrətdiyim tələbələrdən ziyadə bir neçə təlimçi yetişdirmişəm ki, bugünkü gündə o təlimçilər fəaliyyət göstərir, işləyirlər, insanlara xidmət edirlər. Mən bu müddət ərzində müşahidə elədiyim budur. Kimlər gec öyrənir? Birinci sırada gəlir səhiyyə işçiləri, tibb işçiləri, həkimlər. Baxın, söhbət dırnaq arası həkimlərdən getmir. Oxumuş, savadlı kadrlardan gedir.
Birinci növbədə gəlir tibb işçiləri. İkinci növbədə gəlir müəllimlər. Yenə də söhbət dırnaqarası müəllimlərdən getmir, sözün əsl mənasında savadlı kadrlardan gedir. Üçüncü növbədə gəlir mühasibatçılar, buxalterlər. Yenə də işinin peşəkarından, savadlı kadrlardan söhbət gedir. Ən gec öyrənən kateqoriya məhz bunlardır. Yaxşı, niyə bu insanlar gec öyrənir? Bu insanların məntiqi mi yoxdur? Bu insanların savadı mı yoxdur? Bu insanların qavramı mı yoxdur? Əgər bu insanların savadı, qavramı, bacarığı, məntiqi olmasaydı, o insanlar həkim ola bilməzdi. O insanlar müəllim ola bilməzdi. O insanlar o boyda mühasibat işini apara bilməzdi. Əksinə, sizin elmi savadınız, intellektual səviyyəniz, düşüncəniz, dərrakəniz, məsuliyyətiniz nə qədər çox, nə qədər yüksək olarsa, öyrənmə müddətiniz bir o qədər çox olacaq. Bir məsəl var, mən bunu tələbələrimə tez-tez aşılayıram. İndi bu şəkildə sizlərə də bu bilgiləri ötürməyə çalışıram. Məsəl var, cahil cəsur olar. Baxın, kiminsə peşəsini, kiminsə işini küçümsəmək deyil məqsədim, ayrı seçkiliyi eləmək deyil. Ancaq sizlərə fikrimi çatdırmaq üçün bu mövzuya toxunuram. Misal olaraq düşünün, hər hansısa restoranlar şəbəkəsində çalışan bir bəy yaxud da bir xanım və yaxud da hər hansısa bir ticarət mərkəzində satıcı kimi fəaliyyət göstərən bir şəxs, bir xanım. O xanım gələr 10 saata, misal olaraq 10 saat deyirəm, 10 saata, 15 saata A'dan Z'yə hər şey öyrənər gedər. Bu mümkündür. Ancaq hər hansısa bir savadlı həkimin, savadlı müəllimin, savadlı mühasibatçının, buxalterin 10 saata, hətta 15 saata öyrənməsi mənim qarşılaşdığım hal deyil. Tələbələrimdən burada da fikir bildirə bilərsiniz. Niyə? Çünki bu insanlar, baxın, ömürləri bu insanların tədirgin keçib. Hər addımı 100 ölçüb bir biçməklə keçib. Aman birdən səhv etsəm cəmaat mənə nə deyər? Aman birdən mən sualı səhv yazsam bu boyda zəhmətim hədər gedər, imtahandan kəsilərəm. Aman mən bu əməliyyatı səhv etsəm insanın həyatı bahasına başa gələr. Fikrimi çatdıra bilirəm. Və yaxud da müəllimlər, eləcə də mühasibatçılar 1-0 artıq yazsa kifayət eləyir də. Fikrimi çatdıra bildimmi sizə? Və bu insanların yaşam tərzi bu qədər tədirgin olduğu üçün, bu insanlar həyatını bu qədər həyəcanla, bu qədər götür-qoyla, bu qədər düşünərək, daşınaraq yaşadıkları üçün gərginlik bu insanları daima müşahidə edir. Və gəlirlər avtomobil idarə etməyi öyrənməyə. Mən nə qədər aşılamağa çalışsam da ki, sən istəsən də bu avtomobili aparıb arasa vura bilməzsən. Çünki mənim ayağımın altında əyləc pedalı var və mən bütün qəzanın qarşısını alma iqtidarındayam. Allahın izni ilə təbii ki. İşdi şayət avtomobili harasa toxundursan, vursan belə heç bir məsuliyyət daşımırsan ki, daşımamalısınız da. Əgər siz peşəkar bir sürücüsünüzsə, sizin təlimdə nə işiniz? Niyə gəlmişsiniz? Öyrənməyə. Yaxşı, əgər burada da, təlimdə də siz dəymiş zərəri özünüz ödəyəcəksinizsə, özünüz məsuliyyət daşıyacaqsınızsa, onda təlimə niyə gəlirdiniz? Atanızla, qardaşınızla sürə-sürə öyrənərdiniz. Və yaxud da gedib rentekara bir avtomobil götürərdiniz. Ora-bura, vura-vura öyrənərdiniz. Zaten bunun ziyanını siz ödəyəcəksiniz. Əgər siz təlimə gedirsinizsə, ödəniş edib təlimçidən sizi öyrətməsini istəyirsinizsə, bütün məsuliyyət təlimçinin üzərindədir. Təbii ki, siz də onun dediklərinə riayət eləməlisiniz, bu bir başqa məsələ. Deməli, sadaladım sizlərə ki, kimlər daha gec öyrənir və səbəbi nədir? Yəni, gec öyrənmənizi
əlaqələndirməyin savadsızlıqla. Bu işin aliliklə, savadla, təhsillə heç bir əlaqəsi yoxdur. Siz hər hansısa bir sahə üzrə professor ola bilərsiniz. Ancaq bu sahə üzrə siz sıfırdan başlayırsınız. Sadaladığım amillər, xüsusiyyətləriniz sizi zaten tez öyrənməyə qoymur. Gec öyrənirsiniz. Bu daha öncə tədirgin yaşamağa vərdiş elədiyiniz üçün. Və gəlirsiniz bura, içinizdə bir fikir formalaşır. Düz anlayın da məni. Hamımızda var bu ego. Kimimizdə az, kimimizdə çox. Ayda, mən bu boyda həkiməmi, Nujelle, mən bu maşın sürməyi öyrənə bilməyəcəm. Misal üçün, filan kəs öyrəndi, nə savadı var, nə işi var, nə gücü var. Mən boyda həkim öyrənə bilməyəcəksin. Çünki o nəzərdə tutduğun şəxs, xanım ki var, onun sən qədər qayğıları yoxdur. Onun sən boyda öhdəlikləri yoxdur. Onun beyni yaxşı mənada boşdur. Sənin insan həyatı sənin əlindədir. Cəmiyyətin istiqaməti sənin əlindədir. Yəni, sənin bir səhvin kifayət eləyər ki, sən bütün işləri korlayasan. Demək ki, sənin beynin avtomatik olaraq yüklü olacaq. Bu işin bir tərəfi. Digər tərəfi. Bəylər gecə öyrənir, yoxsa xanımlar? Əgər söhbət dırnaq arası bəylərdən getmirsə, bəylər tez öyrənir. Niyə tez öyrənir? Bunu da mən sizə izah eləyim. Baxın, gözünüzün önünə gətirin körpələrin formalaşdırılmasını, yetişdirilməsini, Ruslar demiş vaspitaniyasını, böyüdülməsini, tərbiyələndirilməsini. Qız uşağı necə böyüdülür? Baxın, qız uşağına uşaq ikən alırıq nə? Oyuncaq, kukla, qazan, vedrə, qaşıq, daraq, bu kimi şeylər, düzdürmü? Oğlan uşağına oyuncaq olaraq nə alırıq? Maşın, silah, yəni bu kimi şeylər. Qız uşağı körpəlikdə divanda, stolda, düzgün əyləşməyəndə, oturmayanda analar, atalar irad bildirir. Qızım, düz otur. Qız uşağı ilə oturmaz. Ayaqlarını birləşdir. Bu arada mən də qız atasıyam. Allah hər birinizi və hər birinizin övladlarını qorusun. Və yaxud da qız uşağı harasa, biz belə görmüşük də, boylananda nə deyirik? Qızım, qabaqva bax, gözün başın qaynamasın. Razısınızmı məndən? Bu kimi nə çox məhdudiyyətlər olur xanımların önündə, ta uşaqlıqdan. Niyə? Bizə lazımdır ki, o qız uşağı böyüyüb ana ola bilsin. O qız uşağı böyüyüb xanım ola bilsin. O qız uşağı böyüyüb həyat yoldaşı ola bilsin. İffətli bir qız uşağı, bir xanım ola bilsin, düzdürmü? Bunun üçün də qısıtlayırıq. Gözün başın qaynamasın, oturdun, düzgün otur, ayaqlarını birləşdir. Və dediyim kimi aldığımız oyuncaqlar da şuuraltı onun xarakterini, əqidəsini formalaşdırır. Pəmbə rənglər, qırmızı rənglər, düzü, kukla, qazan və s. Bizə bu lazımdır. Oğlan uşağını isə necə böyüdürük? Maşın alırıq, silah alırıq, oyuncaq və yaxud da oturduruq dizimizin üstündə. Bu reallıqdır. Maşını sürürük, oturduruq qucağımızda fəxrlə ki, bax, ən azından qarşıda ön oturacaqda oturduruq və o da müşahidə aparır ki, atam rolu belə döndərdi, aha, ayağını belə işlətdi, maşını buradan xodladı. Bir qədər böyüyəndən sonra açar verir ki, get maşını xodda, qızsın gəlirəm. Qız uşağına bunları eləyirik uşaqlar, eləmirik. Düzdür? Və üstündən aylar keçir, illər keçir. Sizin gəlir olur 20, 30, 40, 50 yaşınız və siz ömrü boyu sükan arxasında əyləşməmişsiniz.
Nəinki sükan arxasında, əksəriyyətiniz heç ön oturacaqda belə əyləşməmisiniz ki, görəsiniz nə baş verir. Və indi sizdən avtomobil idarə etmək tələb olunur. Bacarmazsınız. Təlimə getməlisiniz. Təlimə də gedirsiniz. Təlimə gedəndə Əhməd də təlimə gəlir, Nərgiz də təlimə gəlir. Əlbəttə ki, Əhməd daha tez öyrənəcək. Bunun səbəbi, bu çox yanlış bir fikirdir. Sizlərdən mən tez-tez eşidirəm bu fikri ki, kişilər anadan gəlmə sürücü doğulur. Xeyr, elə deyil. Sadəcə olaraq kişilər, kişi kimi böyüdülən kişilərdən gedir söhbət. Bəli, o uşaqlıq vərdişlərindən dolayı biz məftildən araba düzəldib sürürdük, nə bilim, samakat sürürdük, nə çox. Bizdə uşaqlıqdan bu immunitet formalaşdırılır, sizdə isə formalaşdırılmır. Biz telefonda maşın sürməyə oynayırıq, misal üçün maşın oyunu oynayırıq, siz tutalım ev tikməyə oynayırsınız. Bunların hər biri xanım və bəy tələbələrin öyrənmə müddətinə təsir göstərən amillərdir. Daha sonra baxırsınız ki, bir bəy tələbə gəldi, 10 saatı öyrəndi, getdi. Xanım tələbə isə siz misal üçün gec öyrənirsiniz. Gec öyrənmənizin də bir səbəbini dedim, intellektual səviyyənizin, savadınızın, düşüncənizin, məsuliyyətinizin yüksək olması ilə bağlıdır. Digər səbəbi isə bəli, xanım olmanızla bağlıdır. Ancaq bu kişilərin xanımlardan daha üstün olması bir anlamına gəlmir. Dünyada gözünüzün önünə gətirin ən savadlı, ən güclü, ən mötəbər, ən müqəddəs bir kişini gözünüzün qabağına gətirin. Kimdir? Kimdir? İndi dini inancları olan yəqin ki, mənlə razılaşar ki, Peyğəmbər sallallahu, düzdürmü? Peyğəmbərlərimiz içərisində belə, baxın, atasız dünyaya gələn oldu, anasız dünyaya gələn olmadı. Yəni dünyada, kainatda ən mötəbər kişini belə dünyaya gətirən qadındır. Ola bilərmi ki, yəni qadın aciz, üzr istəyirəm ifadəmə görə, zəif, belə bir mövhum olsun? Xeyr. Aciz olan kişi də aciz olur, qadın da olur. Bu artıq şəxsiyyət məsələsidir, o ayrı. Ancaq, yəni bunun qadın və kişiliklə, bir cinsəlliklə bir əlaqəsi yoxdur. İzah etdim, peşə fərqi var və bizim uşaqlıqdan formalaşdırılan vərdişlərimizin təsiri var. Və sizlərə də ətrafınızda olan ailə üzvləriniz tərəfindən bu sual veriləcək, verilir, qınanırsınız. Nə oldu ya, bəs sən 10 saatdır gedirsən, öyrənmədin. 20 saatdır, 30 saatdır gedirsən, öyrənmədin. Mən heç öyrədən olmayıb. Hə, mən də öyrədən olmayıb uşaqlar. Mən indi el aləmə dərs keçirəm. Amma mənə kimsə maşın sürməyi oturdub, yəni mənim sizə öyrətdiyim kimi öyrətməyib. Mən də kiminsə əlinə, ayağına baxa-baxa öyrənmişim. Amma mən başda olmaqla sizin atanız, qardaşınız, yoldaşınız, yəni bizlər maşın sürməyi öyrənəndə dünya düz idi. Nə bu qədər sıxlıq var idi, nə bu qədər moped, motosikl, skuter var idi. Nə bu qədər psixologiyası pozulub yolun ortası ilə maşının üstünə gələn piyadalar var idi. Yox idi bunların heç birisi biz öyrənən zamanlarda. Və biz o şəkildə öyrəndik. Bu sıxlığa isə zamanla adaptasiya olduq. Mənim 38 yaşım var. Mən tam səmimi deyirəm sizə, bugünkü gün sıfırdan başlayıb əgər maşın sürməyə, öyrənməyə cəhd etsəydim, inanın ki, mən də sizlər qədər cəhdini çəkəcəkdim. Baxın, bu videonu sona qədər diqqətlə izləyin, düzgün maariflənin, düzgün fikir formalaşdırın və çevrənizdə olan atanız, qardaşınız, yoldaşınıza da bu fikirləri yumuşaq şəkildə çatdırın.
Başa salın, ay yoldaş. Sən bəli, bu qədər bacarıqlısan, axı mən sənin qədər bacarıqlı deyiləm. Belə deyim. Çünki əgər düz anlayın da məni, sizin atanız, yoldaşınız, qardaşınız sizə qarşı ədalətli bir mövqedə olmuş olsa, sizi qınamağa yox, sizə dəstək verməyə çalışar. Ki, ay qızım, elə deyil, belədir. Narahat olma, öyrənəcəksən ay qızım, hamı elə öyrənir. Ay oğlum, ay xanımım, narahat olma. Eybi yox, 5 gün gec öyrən. Amma düzgün öyrən. Vallahi bugünkü gün şəhər yolları bərbad durumdadır. Daha sizin xırda bir səhvinizi narsistcəsinə böyüdüb sizi əzmək üçün silah kimi istifadə eləməz. Mən düzgün anlayın, bu fikirlərin bilirəm bəzilərinə toxunacaq. Ancaq dost o deyil, sənin başının altına balış qoysun, səni boşa tərifləsin. Dost o da deyil ki, sənin xırda bir səhvi böyüdüb səni o səhv, belə deyim də, o səhvə görə səni əzsin, sənə psixoloji şiddət göstərsin, sənin həvəsini öldürsün, səni hər şeydən soyutsun. Yox, bunlar mənim fikrimcə ədalətli yanaşma, ədalətli çıxış deyil. Ona görə də siz olun. Birincisi, nə istədiyinizi bilin. Baxın, görün, siz o istəklərə uyğun birisisinizmi? Fiziki, əqli, psixoloji göstəricilər baxımından. Əgər hər şey okeydirsə, istədiyiniz də əgər gözəl bir şeydirsə, onu əldə etmək üçün çalışın. Hər kəsdə eyni müddət olmaz ki. Orta məktəbi gözünüzün qarşısına gətirin. Sinifdə 25-30 şagird var idi. 3-ü 5-i oxuyurdu, 25-i oxumurdu. Və oxumayanların hamısı getdi şoför oldu, sürücü oldu. Oxuyanlar getdi ali həkim oldu. Razısınızmı məndən? Yəni bu bir o qədər ağıl, bir o qədər intellektual səviyyə, bir o qədər savad tələb eləyən bir iş deyil. Bu peşədir. Burada sizin sərbəst, rahat olmanız lazımdır ki, siz düzgün öyrənəsiniz. Rahat ola bilməniz üçün də beyniniz yaxşı mənada arınmalıdır, boş olmalıdır. Sadaladığım kateqoriyaların da tibb işçiləri, müəllimlər, eləcə də mühasibatçıların beyninin boş olması nadir hallarda görünən haldır. Ümid edirəm mən bu mövzuda sizlərə ətraflı, geniş və ən əsası ədalətli bir izah verə bildim. Allah hər birinizi qorusun, sağ olun, salamat qalın.